Bu testi işləmək üçün deməli video dərsdə vurğuladığım həmin o alma sözündən istifadə edərək s, si, su, su yoxsa n, ni, nu, nü şəkilsini qəbul etdiyini yoxlayaraq həmin əsas tərəfin təsirli yanmı yoxsa mənsubiyyət şəkilçili söz mü olduğunu yoxlaya bilərik. Çətin günləri olmaz unutmaq. Çətin almanı olmaz unutmaq. Çətin günləri yaşayan insanlar daha çox dəyər verir əlində var olanlara. Çətin almanı yaşayan insanlar daha çox dəyər verir əlində var olanlara. Çətin günləri həyatda çox olsa da ruhdan düşmədi heç. Çətin alması həyatda çox olsa da ruhdan düşmədi heç vaxt. Çətin günləri xatırladıqca gələcəyə inamı daha da artırdı. Çətin almanı xatırladıqca gələcəyə inamı daha da artırdı. Çətin günləri düşünməmək əlində deyil insanın. Çətin almanı düşünməmək əlində deyil insanın. Gördüyünüz kimi həm A-da, həm B-də, həm D-də, həm Y-də günləri sözünün yerinə alma sözünü qoyduğumuz zaman n, ni, nu, nü şəkilçisini istədi. Deməli, A-da, B-də, D-də, Y-də çətin günləri söz birləşməsini işlədərkən əsas tərəfimizdəki günləri sözündəki o i şəkilçisi təsirli al şəkilçisi olur. Yalnızca C variantında isə həmən sözü qoyduğumuz zaman s, si, su, su şəkilçisini istədi. Demək ki, onda çətin günləri söz birləşməsini C variantda yerləşdirdiyimiz zaman həmən i şəkilçisi mənsubiyyət şəkilçisi olur və o zaman günləri sözü adlıq halda olmuş olur. Ona görə doğru cavab C variantı.